Sizden əvvəl 11 idi dərsim. Orada da biraz vaxt aldı deyə biraz gec başlamış olduq. Deməli, başlayaq orqanizmlərin fərdi inkişafından. Deməli, biz gametogenezi keçərkən dedik ki, gametogenez, spermatogenez və oogenez olaraq iki yerə bölünür. Spermatogenez erkək fərdlərdə, oogenez dişi fərdlərdə baş verir və buradan cinsi hüceyrələr əmələ gəlir. Bu cinsi hüceyrələr də sonra mayalanır, zigot əmələ gətirir. Orqanizmin mayalanmadan ölənə qədər olan fərdi inkişaf dövrü ontogenez adlanır. Baxın, hüceyrədən danışanda deyirik ki, hüceyrənin həyat dövrü interfazadan və bölünmədən ibarətdir. Hər dəfə interfaza keçirir və bölünür. Və bu hüceyrələr birlikdə toplanır, toxmalar orqanları, orqanlar sistemini və orqanlar sistemində orqanizm əmələ gətirir. Orqanizmin başlanğıcı mayalanmadan başlayır və orqanizmin ontogenezi mayalanmadan başlayır. Mayalanmadan başlayır və ölənə qədər davam edən dövr ontogenez adlanır. Və ontogenez dövrü ontos mövcud olmaq, genezis mənşə deməkdir. İndi tutaq ki, biz insan biologiyasını keçəndə keçmişdik. Demişdik ki, insanda mayalanma prosesi harda gedirdi? Uşaqlıq borusunda gedirdi. Burada yumurtalıq olurdu, burada uşaqlıq olurdu bu şəkildə, yadınıza düşürsə. Və bu boruda mayalanma prosesi gedirdi. Yumurta hüceyrə ilə spermatozoid qovuşurdu. Deməli, artıq insanın ontogenezi başlayacaq uşaqlıq borusundan. Çünki mövcud olduğu yerdən başlayır, uşaqlıq borusundan. Ontogenez özü iki yerə bölünür. Embrional dövr, hansı ki mayalanma getdi uşaqlıq borusunda, sonra bu rüşeym düşdü uşaqlığa və divara yapışdı. Burada 9 ay dövr keçidi və sonra isə artıq bu dövr olacaq embrional dövr və bu embrional dövr doğumla nəticələndi. Doğum baş verdikdən sonra hansı ki bu həyatda keçən dövr, ana bətnindən kənarda keçən dövr olacaq post-embrional dövr. Deməli, ontogenez iki yerə bölünür. Embrional dövr, post-embrional dövr. Bu embrional dövrün özü çox deməli, geniş və bir çox mərhələləri əhatə edir. Embrional dövrdə, baxın, deyirik ki, birinci mayalanma prosesi baş verdi. Yumurta hüceyrə ovulyasiya ilə baş verdi. Yumurta hüceyrə uşaqlıq borusuna düşdü və spermatozoid gəldi, onu uşaqlıq borusunda mayaladı. Mayalanma gedəndən sonra, deməli, zigot əmələ gəlir. Spermatozoid ilə yumurta hüceyrənin birləşməsi zigot əmələ gətirir və sonra zigot başlayır blastomerləri əmələ gətirməyə. Blastomerləri əmələ gətirir. Deməli, ilk olaraq, baxın, belə deyək, spermatozoid üstünə gəlinsin. Yumurta hüceyrə, əmələ gəldi zigot. Bu zigot, deməli, embrional dövrdə mərhələ keçirir. Əslində, burada mərhələlərə ardıcıl olaraq vermir, ardıcıl olaraq verir. Burada bizim, deməli, hansı dövrdə? İnsan embrional inkişaf dövründə verir. Burada parçalanma mərhələsi, bölünmə mərhələsi, morula və s. Amma gəlin elə buradan buranı izah edib sonra keçiyoruz. Zigot əmələ gəldi. Sonra zigotdan blastomerlər əmələ gəlir. Bax, bunlar blastomerlərdir. Sonra bu blastomerlər mərhələləri keçirir, rüşeymen formalaşdırır. Rüşeymin hüceyrələrinin bölünməsi nəticəsində də rüşeymin qatları, o qatlardan da orqanlar və toxmalar əmələ gəlir. Embrional dövr adlanır bu. Sonra uşaq doğulur, yəni fərd dünyaya gəlir və post-embrional dövr başlayır. Doğulan andan sonraki ta ölənə qədər olan dövr post-embrionaldır. Məsələn, yumurta qoyan canlılarda rüşeymin yumurta qabığından çıxan dövrü artıq post-embrional adlanacaq. Tutaq ki, qurbağadan danışaq. Qurbağada necə olur? Qurbağa kürünü suya tökür, yumurtalarını suya tökür və gəlir mayalanma baş verir. O qurbağadan çömçə quyruq inkişaf edir. Deməli, bu çömçə quyruq artıq onun post-embrionaldır. Çünki yumurtadan çıxdı. Yumurtanı xaricə qoyduğu üçün yumurtadan çıxdı. Məsələn, quşlarda necə olacaq? Quşlarda da cücə əmələ gəlir quşun içərisində, quş yumurtasının. Yumurtanın qabığı dağıldı və çıxdı. O çıxandan sonra artıq onun post-embrional dövrü başlamış olur. Post-embrional dövrün də özünün mərhələləri var. Məsələn, böyümə, yetkinlik, ölüm və s. qocalıq mərhələləri. Deməli, heyvanlarda inkişafın tipləri var. Deməli, heyvanlarda inkişafın post-embrional inkişaf tipi iki yerə bölünür. Düzünə və dolayı. Bunu ən yaxşı yadda saxlamaq üçün belə deyəcəksiniz ki,
Məsələn, canlının əgər mərhələsi, sürfə mərhələsi yoxdursa və bir də yumurtadan çıxan canlı sırf ana fərdə bənzəyirsə, bu düzgün inkişafdır. Məsələn, çəyirtkə. Çəyirtkədə sürfə mərhələsi, çəyirtkə sürfəsi deyilir, yəni kitabımızda var, amma çıxan fərd sırf ana fərdin özünə bənzəyir. Özünə bənzəyirsə, bu düzünədir. Amma qurbağada çömçə quyruq olur, sonra o çömçə quyruq inkişaf eləyir və qurbağanın özünə bənzəyir. Yəni çömçə quyruq qurbağaya heç bənzəmir. Deməli, çömçə quyruqda artıq dolayı inkişafdır. Sonra məsələn, kəpənəyin tırtılı olur, qurd formasında. Sonra o tırtıl pup vəziyyətinə keçir və pupdan yetkin fərd əmələ gəlir. Deməli, kəpənəkdə də dolayı inkişafdır. Tam inkişafdır da belə deyək. Baxın, burada da dolayı inkişafın deməli formaları, sürfə mərhələsi olan dolayı inkişaf idi. Burada tam çevrilmə gedəcək. Deməli, kimlərdə? Mən bayaqlarım səhv demişəm. Bu heyvanlar üçündür. Dolayı və düzünə. Düzünə olanlarda bənzəyir. Məsələn, toyuqlarda, insanlarda düzünə inkişafdır. Çünki fərd ana fərdə bənzəyir. Amma qurbağada, onurğalılarda dolayıdır. Çünki deməli, bənzəmir. Ana fərdə bənzəmir. Sonra düzünə inkişaf tutun. Buradan deyir. Plasentalı ali məmələrdə yumurta hüceyrə demək olar ki, qida maddələri olmur. Rüşeyin qida maddələri təmin olmasa orqanizmin hesabına həyata keçirir. Bu səbəbdən belə inkişaf bətin daxili inkişaf adlanır. Yəni plasentalı məmələrdə bətin daxili inkişaf baş verir. Sürünənlərdə, quşlarda isə yumurta hüceyrə zəngin olduğu üçün rüşeyin inkişafı yumurta içərisində gedir. Onun qida maddələri təmin olması yumurtanın sarılığı hesabına baş verir. Bu şəkildə. Burada heyvanlarda deməli, həşəratlarda tam çevrilmə ilə gedən inkişaf var, natamam çevrilmə ilə gedən inkişaf var. Tam çevrilmə ilə gedən inkişafda pup mərhələsi olacaq. Natamam çevrilmə ilə gedən inkişafda isə pup mərhələsi olmayacaq və fərd ana fərdə tamamilə bənzəmiş olacaq. Burada bənzəmiş gördüyümüz kimi. Burada dolayı inkişafda yumurtadan çıxan sürfə bir sıra çevrilmələrdən sonra yetkin fərdə oxşuyur. Yəni yumurtadan çıxan sürfə ana fərdə tam bənzəmir. Sürfə mərhələsinin öz inkişafını tamamlaması üçün yumurta hüceyrə lazım sarılığa malik olur. Yəni, yumurta hüceyrənin çoxlu sarılığı olmalıdır ki, ana fərdə bənzəsin. Çömçə quyruğu şəkilləri var idi kitabımızda, burada verməyibdir. Deməli, çömçə quyruq göstərir. Çömçə quyruğun aşağısında belə sarılıq kisəsi olur. Burada çömçə quyruq deyək belə. O sarılıq kisəsindəki maddə çömçə quyruğu qidalandırır. Deməli, yetəri qədər sarılığı olduğu üçün sürfə qidalanmış olur dolayı inkişafda və yetkin fərdə bənzəməyə başlayır. Məsələn deyir, qurbağanın sürfəsi çömçə quyruq suda yaşaması təmin etmək üçün axıcı bədən forması, qəlsəmə tənəffüsü, quyruq, ya xətt orqanı xarakterikdir. Bax, bunları soruşacağım. Çömçə quyruqda nələr var? Deyəsiniz ki, axıcı bədən forması, qəlsəmə, quyruq, yan xətt orqanı, tək üzgəclər, bunlar olmuş olacaq. Bunların köməyi ilə o suda üzə bilir. Sonra sürfə çevrilmələrə, yəni metamorfoza, çevrilmələrə məruz qalmaq, metamorfoza məruz qalmaq deməkdir. Metamorfoza məruz qalır və əlamətlərini, bu yan xətt orqanını, quyruğunu, qəlsəməsini itirir, yetkin fərdə bənzəyir. Natamam çevrilmə zamanı sürfə tədricən dəyişilərək sadəcə ölçüsü böyür. Yəni natamam çevrilmədə artıq sürfə ana fərdə uşaq vaxtı bənzəyir. Sadəcə ölçüsü böyüdükcə ana fərdə daha da çox bənzəyir. Belə. Təkcə rüşeyimin inkişaf dövründə deyil, həm də bütün postembryonal inkişaf zamanı davam edir. Nə? Ontogeniz. Yox. Burada heyvanlardan fərqli olaraq bitkilərdə, heyvanlarda böyümə bir müddət davam edir. Bir müddətdən sonra böyümə dayanır. Amma bitkilərdə ömür boyu böyümə var. Toxum orqanlarda inkişaf var. Bu belə. İndi gəlin bu hüceyrənin ziqotdan sonraki inkişafından danışaq. Ziqotdan sonra dedik ki, ziqot əmələ gəldi. Baxın, bu ziqot əmələ gəldi. Mayalanma getdi. Ziqot əmələ gəldi. Bu bir hüceyrəm ziqotdur. Bu bir hüceyrə. Sonra ziqot, bax belə ikiyə bölünür. Əmələ gəlir 2 dənə hüceyrə. Sonra ziqot bu şəkildə bölünür. Əmələ gəlir 4 dənə hüceyrə. Sonra ziqot bir də belə bölünür. Əmələ gəlir 8 dənə hüceyrə. Bu şəkildə bölünür. Bax belə. 16, 32, 64, 128-ə qədər. Yəni çox vaxt 128-ə qədər verir, amma daha çox da verə bilər təbii ki. 128. Bax, bu bir dənəm olacaq ziqot. Qalan hamısı buradan bura qədər olanların hamısı bu da hamısı olacaq blastomir. Blastomir.
Blastomer. Bu dövrün adı olacaq parçalanma dövrü. Parçalanma dövrü zigotun belə çəkək ki, Z hərfini oxşasın. Zigotun mitoz yolla bölünərək blastomerlərə əmələ gətirməsindən ibarətdir. Və bu mərhələdə fikir verin, mən yumru dairə çəkmişəm, amma dairənin çoxlu hüceyrədən ibarət olduğunu, yəni eləmişəm də, içərisində göstərmişəm. Bu mərhələdə hüceyrələrin sadəcə sayı artır. Onların ölçüsü artmır. Yəni zigot elə bu boyda idi, sayı elə bu boyda da qalır. Sadəcə hüceyrə içəridən çoxlu bölünür və sayı artır. Və bu zigot 2N idi axı. Mayalama getdi də, 2 dənə qamet birləşdi. 2N idi, düzdür? İçərisindəki bunun hər bir hüceyrə də 2N olmuş olur. Məsələn, 2 dənə hüceyrə var. Bunların cəmi 2N deyil. Cəmi 2 vuraq 2N'dir. 4 dənə hüceyrənin biri 2N'dir, 4'ü 4 vuraq 2N'dir. Bu şəkildə diploid xromosom dəstinə malik olan hüceyrələr əmələ gəlir, yəni mitoz bölünmə keçirir. Sonra, burada şəkil verilibdir bizə. Baxın, burada daha qəşəng göstərməsindən. Baxın, zigotdan 2 dənə blastomer, sonra bu 4 dənə blastomer, o 4 blastomerdən 8 dənə, 16 dənə, sonra 16-dan 32 dənə. Bu şəkildə arta gedir. Və bu bölünmələr uzunluğa və eninə bölünmələrlə gedir. Zigot birinci uzunluğa bölünmə keçirir. Ondan sonraki gələn 2 blastomer də uzunluğa bölünmə keçirir. Ondan sonraki 4 dənə blastomer eninə bölünmə keçirir. 8'i uzunluğa bölünmə keçirir. 16'sı eninə bölünmə keçirir. 32'si uzunluğa bölünmə keçirir. 64'ü eninə, 128'i uzunluğa. Bölünmə keçirə gedir. Burada deməli, baxın, zigot da hüceyrədir. Məsələn, deyir ki, elə o 128 dənə blastomer əmələ gələrkən neçə dənə hüceyrə uzunluğa bölünməyə məruz qalıbdır? Baxıram ki, 1, 2, bir üst 2 yəni deyilir 3-də, 3. Sonra uzunluğa bölünməyə məruz qalıb 8, belə deyək, 1, üstünə gəlsin 2, üstünə gəlsin 8. Uzunluğa bölünməyə məruz qalanları tapıram. Baxın, 8'i uzunluğa bölünməyə məruz qalıb. 16 eninə bölünməyə məruz qalıb, 32'si uzunluğa bölünməyə məruz qalıb. 32. Sonra 64'ü eninə bölünməyə məruz qalıb, 128'i uzunluğa bölünməyə məruz qalıb. 128. Cavabda nə olacaq? 40, 43, 43'ün üstünə 43 gələn nə edir bunu? 1, 6, 7, 171. Deməli, 171 dənə hüceyrə uzunluğa bölünməyə məruz qalıbdır. Amma sənə deyə bilər ki, neçə dənə blastomer uzunluğa bölünməyə məruz qalıb. Bu hüceyrələrdən biri zigotdur. Yerdə qalanı blastomerdir. Ona görə mən bax bu bir zigotu çıxaram buradan. Deyərəm 170 dənə də blastomer uzunluğa bölünməyə məruz qalıbdır. Nə demək istədiyimi başa düşürsünüz? Mənim çoxlu təsəvvür. Gəl buna ait bir məsələ işləyək, oradan başa düşək. Bax, 64 dənə blastomer əmələ gələrkən, hüceyrənin bölünməsi nəticəsində 64 blastomer əmələ gəlib. Blastomer əmələ gəlib. Bu zaman neçə hüceyrə uzunluğa bölünməyə məruz qalıb. Və yaxud da ki, neçə, bu 1 olsun da, bu 1 olsun, bu da 2 olsun. Neçə blastomer uzunluğa bölünməyə məruz qalıb. İndi gəl hesablayaq. Bu 64'ü nətər yazacağım Ayfidan? Deyəcəm 1, bir dənə zigot. Sonra bölündü, oldu 2, mitoz bölünmədi də. Sonra 4. Sonra neçə? 16, 32, 64. 64. Buradan birincisi eninə bölünür, uzunluğa bölünür. Zigot eninə bölünür, uzunluğa. Uzunluğa. İkinci. O uzunluğa. O da uzunluğa. Blastomer de uzunluğa. Üçüncü.
Bu en. Sonra Uzunluğa. enine, uzunluğa, enine. Belə gedirmi? Belə gedir. Neçə hüceyrədir uzunluğa bölünməyə məruz qalır? Ziqot bir hüceyrədir də, düz deyil. Bir hüceyrəlidir ziqot. Evet. Bu uzunluğa bölünməyə məruz qaldı. Sonra uzunluğa bölünməyə məruz qalan neçəsini görürsən? 2, 8, Ay, sonra 32. 43. 32 daha yoxdur. 64 eninədir. İndi bu elədi 43. Hüceyrəni tapdın. 43. Bəs indi gələk görək blastomerlərdən. Zigot demişdik. Blastomer sayılmır. Zigot elə zigotdur. Buradan bu tərəfə blastomerdir. Düzdürmü? Evet. Onda hələ neçə dənə blastomer bölünməyə məruz qalacaq? Lazımdı. Bəli, neçə eləyir? Bu 42, 42'nin üstüne 64 gelir. Niyə gələk ki? Uzunluğa bölünməni tapırıq və sadəcə. Ha bildim 42. 42 dənə də blastomer uzunluğa bölünübdür. Всё, bu qədər. Başa düşdün? Şimdi başa düştüm ben. Birincisi sanmıyorum. Hə, yəni yox axırıncılar sayım. Sadəcə deyir uzunluğa bölünməyə məruz qalıbdı. İndi Rəna sən mənə də görək. Eşidirsən Rəna? Ben Bax, eyni bu misaldır. Sənə deyir ki, neçə dənə blastomer uzunluğa bölünmədən əmələ gəlibdir. burada 64 görünüyor. Blastomer uzunluğa bölünmədən əmələ gəlib. Əmələ gəlib. Bax, gəl baxıram. 2 blastomer. Blastomer deyirsə, mən avtomatik birincini düşünmürəm. 2 blastomer. Bunu yazırsan yenə. Məsələn, 64 blastomer deyəndə. Bunu yazırsan yenə, amma birinciyi düşünmürsən. Blastomer deyir çünki. 2 blastomer. Uzunluğa bölünmədən əmələ gəlib. Beni nədən? 2 uzunluğa. Onda 2'ni götürürəm. Əla. 4 blastomer. 2 uzunluğun əmələ gəlib. Beni nədən? 4 uzunluğa. Aysa 4'e götürdüm. 8 blastomer. Uzunluğundan əmələ gəlib. Beni nədən? Uzunluğa. Yok yine. Eninə bölünmədən əmələ gəlib uzunluğa məruz qalacaq. Eninədən əmələ gəlib deyə bunu götürmürəm. Mənə deyir ki, uzunluğa bölünmədən əmələ gəlsin. Ona görə bunu götürmürəm. 16 blastomer. Uzunluğundan əmələ gəlib. Beni nədən? Uzunluğa. Uzunluq. Bu 16. Sonra 32. Onu götürmürük de yine. Bəs 64. O da uzunluğa. Deməli 64'ü götürürəm. Neçə blastomer uzunluğa bölünmədən əmələ gəlmiş oldu? 6, 32, 6 yox. 22. 92. Bəli. 96, yox. 86. 86'sı. 22 eləyir axı. Bu ikisi 22 eləyir. Ha 22. 86. Blastomer uzunluğa bölünmədən əmələ gəlibdir və eninə bölünmədən əmələ gəlibdir. Artıq ikisini də çıxanda eninə bölünməyə məruz qalmış tapacağıq. Yəni buradan bu tərəfə də eninə bölünmə. Nəysə də uzunluğa bölünmədən əmələ gəlib. Başa düşdün bunu? Bəli. Bu tip misallarda deməli sizə verilən blastomer sayını bu şəkildə yazırsınız. 2, 4, 8, 16, 32, 64 və neçə veribsə o qədər və üstünə də eninin uzunluğuna bu şəkildə düzürsünüz. Gözünüzün qabağında başlayırsınız, toplayıb çıxıb həll edirsiniz. Bu qədər. Bu belə. Bu belə. İndi gələk ən maraqlı yeri olan bu mərhələlərin sıralamasına. Bu bunun dedik ki, parçalanma mərhələsi idi. Embrional dövrün parçalanması. Bu parçalanma mərhələsində bu hüceyrələr başlayır bir yerə də topalaşmağa. Burada məsələn şəkil çəkmişəm. Bax bu. Bu topa. Sildim hamısını. Nəysə, bax bu topa. Bu topanın özü adlanacaq morula. Morula deməli, heç nəyə başlanğıc vermir. Aşağıda yazılı bəyəsində qoyun bunu silim görünsün. Deməli morula. Deyər çoxalmış blastomerlər toplusudur morula. Morula heç nəyə başlanğıc vermir. Kürə şəkillidir. Deməli, zigotdan kütləsi az olur. Çünki morulada yeni hüceyrələr əmələ gələrkən enerji itirilməsi baş verir. Bunu da silək çəkək. Deməli, baxın təsəvvür edin ki, belə hüceyrələrin toplusudur morula. Morula morusda şey deməkdir. Morus alba. Tuta bənzəyir çünki. Ona görə morula deyirlər ona. Belə hüceyrələrin toplusudur. Bu adlanacaq morula. Bu morula zigotdan. Bax, bu zigotdan nə ilə fərqlənir?
Bu da zigot. Morula ziqotdan ondan fərqlənir ki, tərkibində çoxlu hüceyrə olur və bu hüceyrələrin ümumi kütləsi bu ziqotun ümumi kütləsindən az olur. Az olur. Niyə az olur? Çünki ziqotda enerji də çox idi axı. Təsəvvür edin ki, bu hüceyrələr əmələ gələrkən biz bayaq demədik, hüceyrələrin sayı artır, ölçüsü dəyişmir. Ölçü hələ də ziqotun ölçüsüdür. Bu hüceyrələr əmələ gələn enerjidən istifadə etdiyi üçün bu enerjidən şəkər də enerjisi, ziqotun tərkibindəki enerji azalır və morulanın elə bil ki, enerjisi təsəvvür edin ki, buradakı 5 qram şəkər var imiş tərkibində, düşüb olub 4 qram şəkər. Və görürsən, kütləsi azalıbdır. Yəni, morulanın kütləsi ziqotdan aşağı olmuş olacaq artıq. Bu belə. Bunu da bilmiş olduq. İndi blastula mərhələsi. Deməli, bax bu moruladakı hüceyrələr, elə bir ki, ortası da doluydu da morulanın, bayaqlarını belə çəkmişdik. Tutaq ki, moruladır. Çoxlu hüceyrələr vardır. Moruladakı hüceyrələr ortası başlayır kənarlara doğru çəkilməyə. Kənara doğru çəkib, bax belə bir hüceyrə topası əmələ gətirir. Bu şəkildə hüceyrə topalarını əmələ gətirir. Bu hüceyrə topasının adı olacaq blastula və blastula mərhələsi başlayır bununla da. Orta boşdur, kənarlara doğru hüceyrələr çəkilir. Buna deyəcəyik blastula və ortada blastula boşluğu yaranır ki, sonraki dövrdə artıq bu boşluq yox olmağa başlayır və boşluğa maye toplanır. Yəni bu heç nəyə başlanğıc vermir. Sonra, bax, bunun üst hüceyrələri var. Bax, buradakı hüceyrələr. Qoburanı belə mavi ilə çəkək. Mavi ilə, bax, buradakı hüceyrələr. Buradakı hüceyrələr başlayır daxilə doğru çökməyə. Daxilə doğru çökərkən qastrula mərhələsi artıq başlamış olur. Qastrula. Belə deyək. Baxın, bu formanı alır. Hüceyrə. Bax, bu şəkildə ortaya doğru çökür hüceyrələr. Belə. Bax, bu yuxarı hissəsi elə bir daxili doğru başlayır çökməyə. Bu şəkildə çökür və qastrula mərhələsi deməli, başlayır, qastrula mərhələsi alınır. Qastrula mərhələsində deməli, hüceyrə bir çox hüşeyn vərəqlərinin hüceyrələri əmələ gəlmiş olur. Məsələn, elə canlılar var ki, ancaq qastrula mərhələsində dayandır inkişafı, hüşeyn inkişafı dayanır. Sonraki mərhələyə keçid eləmir. Bu canlılar kimlərdir? Məsələn, hidra. Yadınızdadır, hidrada ektoderma qatı var idi, endoderma qatı var idi. Bax, o qastrulada yaranır. Qastrulanın bu çökməsi nəticəsində, yəni bu blastulaların içəri çökməsi nəticəsində xarici qat olur ektoderma, ekto. Daxili qat olur endoderma, endo. Xarici qatım ekto, daxili qatım endo. Məsələn, hidrada 2 qat var idi bağırsaq boşluqlarda. Ektoderma və endoderma. Başqa bir qat yox idi. Məsələn, toxum orqanları yox idi, ancaq hüceyrələr var idi. Bu şəkildə deməli qastrula yaranmış olur. Qastrula deyir, ortada bax belə bir, elə bir ki, belə deyək də, bu hüceyrələr bura çökərkən belə bir boşluqlar yaradır. Belə. Ortada bir boşluq yaranır. Bu boşluq bağırsaq boşluğuna çevrilir. Zaten bağırsaq boşluqlardan biz bunu bilirik və sonraki inkişaf mərhələlərində isə həzm kanalına başlanğıc verir. Və ektoderma endoderma qatı yaranır, bunu dedik. Ektoderma endoderma qatının arasında da mezoderma qatı yaranmış olur. Bax, burada da üçüncü bir qatın sonraki inkişaf mərhələlərində üçüncü bir qat olan mezoderma qatı yaranmış olur. Bax, bu qastrulanın axırına yaxın yaranır. Məsələn, hidrozoalar hansı mərhələdə inkişafını dayandırır desə, deyəsən ki, qastrula mərhələsində inkişafını dayandırır. Bağırsaq boşluqlular. Qastrula mərhələsində inkişafını dayandırır. Amma bu demək deyil ki, onlarda mezoderma qatı yaranmış olur. Mezoderma qatı yaranır yastı qurtlarda. Çünki qastrulanın sonunda yaranır bu mezoderma qatı. Bunlar da rüşeym təbəqəsidir. Amma məsələn, sənə düşür ki, deyir, qastrula mərhələsində 3 rüşeym vərəqin 3-ü də yaranır. Bəli, 3 rüşeym vərəqin 3-ü də yaranır. Çünki ektoderma qatı yarandı, endoderma qatı yarandı, sonda da mezoderma qatı yarandı. 3 rüşeym vərəqi 3 qat yaranmış olur. Sonradan bu mezoderma, ektoderma, endoderma artıq toxuma orqanlara başlanğıc verəcək. O da olacaq neyrula mərhələsi, yəni organogeniz, orqanların yaranma mərhələsi. İndi tutaq ki, bu mərhələdə deməli 3-cü də yaranmış oldu. Yəni burada da mezoderma qatı yarandı və getdik neyrulaya. Neyrula.
Neyrula mərhələsində artıq buralar tam belə birləşir. Belə deyək də, birləşir. Belə yaranmış olur buralar. İndi burada artıq orqanlar yaranır. İndi deyirik ki, düşeyin təbəqələrində olan hüceyrə qrupları digər hüceyrə qruplarının inkişafını təmin edir. Əvvəlcə görək bu düşeyin vərəqlərindən nələr yaranır. Deməli, bunları əzbərləyəcəksiniz. Hansı qatlardan nələr yaranır. Düşeyin vərəqinin ektoderma qatından, bax bu xarici qatdan yaranır sinir sistemi. Məsələn, epifizdən hipofizdə bura aiddir bəzilər. Epifiz. Gözün torlu qişası, ağzın anusun, deməli, burun epitelisi, epidermis, epidermisin törələri, duyğu reseptorları, dişi minə qatı. Ekto xaric deməkdir. Burada da xaricidir. Mən bunu belə yadda saxlayıram ki, və digər şagirdlərim də deyir ki, müəllim, elə daha rahat yadımıza qalır da. Xaricdən əlaqəli olan dərsdəyəm. Xariclə əlaqəli olan hissələr. Məsələn, ağzın, burnun, anusun epitelisi olsun. Sonra dişin minə qatı xariclə əlaqəlidir. Duyğu reseptorlarımız xariclə əlaqəlidir. Gözün torlu qişası da reseptordur da xariclə. Sinir sistemimiz xariclə əlaqəli bir sistem olaraq daxilən əlaqəlidir, amma xariclə də, yəni xaricdən qıcıqlar qəbul edirik də onunla. Bu şəkildə ektodermadan yaranmış olur. Sonra sonraki qatımız olan, yəni ortadakı qatımız olan, bax bu qat, bu da olsun mezoderma qatı. Mezodermadan nələr əmələ gəlir? Sümüklər və bağlar. Belə yadda saxlayaq ki, birləşdirici toxma. Birləşdirici toxmaya nə aid idi? Sümük, əzələ, qandamar. Birləşdirici toxmalar. Sümük, əzələ, qandamar. Cinsiyyət sistemi, limfa sistemi bunlara aid idi. Sonra derma, dərinin piy qatı, qarının örtüyü periton, ortada yerləşənlərdə, böyrəklər, bunlar aid olacaq mezodermaya. Bunları əzbərləyirsiniz. Endodermiya isə endodermadan inkişaf edir xorda. Sonra, xordadan sonra, deməli, həzm kanalının epitelisi, nəfəs borusu, bronxlar, ağciyər, örtüyü epitelisi, sonra qaraciyər, məədaltı bəzi, bəzilər deyək. Bəzilər desək daha aydın olur, bəzilər. Sidik hissəsinin epitelisi qalxana bənzər bəzi. Baxın, burada da bəzi var, burada da. Bunlar, bir də uşaqlar, timus bəzi mezodermada. Bir dənə bu fərqlidir. Timus mezoderma mənşəlidir. Epifiz, hipofiz, epifiz, hipofiz. Ektoderma mənşəlidir. Dişin minə qatı, dişin dentin qatı mezoderma mənşəlidir. Dentin qatı mezoderma mənşəlidir. Bu qədər. So, bir də bu xordan yaranmasını deyək. Deməli, uşaqlar, birinci xorda yaranır. Birinci xorda yaranır qastrula mərhələsində. Ondan sonra o xordanın üstündə sinir borusu, aşağısında isə həzm kanalı yaranmış olur. Bax, bu yaranarkən, indi aşağıda bax, əslində bunu izah edir. Burada deyir ki, təcrübələr göstərir ki, bir qatın hüceyrələri yaranarkən, digər qatın hüceyrələrinin yaranması, daha doğrusu, bir təbəqənin müəyyən hüceyrə qrupu digər hüceyrə qruplarının inkişafını təmin edir və xordalı heyvanlarda, məsələn, düşeyimin bel tərəfindən ektoderma qatı götürülərsə, embrionun inkişafı edir, ancaq sinir sistemi inkişaf etmir. Burada nə demək istəyir bizə? Burada uzun cümlələr oxuyub vaxt itirmədən elə bu qısa hissəni izah eləmək istəyirəm ki, başa düşəsiniz. Baxın, deməli dedik ki, xordanın üzərində, nə qalın oldu bu, bir dəqiqə. Deməli, xorda ektodermadan əmələ gəlir. Ektodermadan əmələ gəlir və bu xordanın üstündə, deməli, sinir borusu inkişaf edir. Sinir sistemi də, sinir borusu da, o da ektoderma mənşəlidir. Ektoderma mənşəlidir. Məsələn, tutaq ki, bu bir hüceyrədir. Bir hüceyrə hüceyrəsidir. Bu hüceyrənin yuxarıdan bel ektoderması var. Bu olsun bel ektoderması. Bel ektoderması. Onun altında olsun bel mezoderması. 3 dənə təbəqəmiz var da. Ektoderma, endoderma, mezoderma. Bel mezoderması. Mezosu. Deməli, sonra aşağıda olsun qarın ektoderması. Ektoderması. Və onun da yuxarısında olsun qarın mezoderması.
bu canlıda, bu canlıda götürürlər bu belin ektodermasının altındakı nəyi öyrənməyə çalışırlar? Öyrənməyə çalışırlar ki, görək bu mezoderma var ha. Bu mezoderma ektodermiyə sinir borusunun əmələ gəlməsində kömək edirmi? Normalda ektodermadan əmələ gəlir sinir borusu. Bəs bu mezodermanın işi nədir? Bu mezoderma ektodermiyə kömək edirmi o sinir borusunun əmələ gəlməsində? Bunu öyrənməyə çalışırlar. Ona görə də bir üşeyimin bel mezodermasını, bax bunu, bel mezodermasını çıxardırlar. Başqa bir rüşeyimin qarın mezodermasının yerinə yerləşdirirlər. Siz təsəvvür edin ki, 2 dənə belə hüceyrədir. Bunun burasında üstündəki bel mezodermasını çıxardırlar. B-mı yazaq. Digər bir hüceyrənin də qarın mezodermasını çıxardırlar. Qarın mezodermasını. Və bu qarın mezodermasını tullayırlar. Bu bel mezodermasını yerləşdirirlər bunun qarnına. Bu canlının artıq həm qarnında, həm də belində bel mezoderması olmuş olur. Burada da bel mezoderması olmuş olur. Burada da bel mezoderması olmuş olur. Və baxırlar ki, normalda mezodermadan sinir borusu inkişaf etməz. Baxın, sinir sistemi deyirik. Ektodermadan inkişaf edir. Normalda mezodermadan sinir borusu inkişaf etməz. Amma bu bel mezoderması yuxarıdakı, özündən üstdəki bel ektodermasını çəkib sinir borusu edir. Və buradakı bel mezoderması isə özündən aşağıdakı qarın ektodermasını çəkir, sinir borusu edir. Və canlının sonunda 2 dənə sinir borusu əmələ gəlmiş olur. Həm belində, həm qarnında. Bunu tam başa düşdünüz siz. Bəli. Yəni mezoderma qatı səndəmə ektodermaya kömək edirmiş ki, sinir borusu əmələ gəlsin. Halbuki sinir borusu ektodermadan əmələ gəlir. Amma deməli ektoderma onu tək başına eləmirmiş. Bel mezoderması onu çəkirmiş aşağıya doğru ki, belində ektodermadan sinir əmələ gəlmiş. Başqasının belindəki ektodermanı da digərinin qarnına yerləşdirəndə yenə də bel öz işini, fəaliyyətini yerinə yetirmək üçün qarnının ektodermasını çəkir, qarnında da bir dənə sinir borusu əmələ gətirir. Bax, burada da onu izah edir bizə. Bu qədər. Buradakı çalışmalara sizə məsləhətim odur ki, kitabdan oxuyun dərsi. Buradakı çalışmalarda baxın, yerləşdirin, uyğunlaşdırın, yoxlayalım bunu da. Sonra psixi inkişaflı bu qalsın. Sonra inkişafın bunu da dedik. Dolayıcı var, nə qaldı burada? Dərsimiz bu qədərdir buradan. Dərsimiz bu qədərdir. Sizin sözünüz, sualınız. Yox, yox.